Xocalı şəhərinə daha 33 ailə, 137 nəfər köçürülüb. Bakı şəhərindən 15 ailə, 65 nəfər, Goranboy rayonundan 7 ailə, 30 nəfər, Abşeron rayonundan 3 ailə, 12 nəfər, Ağcabədi rayonundan 2 ailə, 7 nəfər, Sumqayıt şəhərindən 2 ailə, 6 nəfər, Gəncə şəhərindən 1 ailə, 6 nəfər, Qobustan rayonundan 1 ailə, 5 nəfər, Şirvan şəhərindən 1 ailə, 4 nəfər, Mingəçevir şəhərindən 1 ailə, 3 nəfər yola salınıb. Deyim valla, mən 32 il bundan qabaq oradan çıxmışam. Yoldaşım indi qayıdır öz torpaqlarımıza, uşaqlarla. Allah prezidentimizin canını sağ eləsin, möhtərəm prezidentimizin sayəsində biz qayıdırıq ora. Allah təala şəhidlərə rəhmət eləsin, qazilərimizi şəfa versin. Çox sağ olsun prezidentimiz. Bir iki gündə əsas odur, öz torpaqlarımıza qayıdırıq. Bugün biz öz doğma vətənimizə, doğulduğumuz Xocalıya qayıdış edirik və orada xoş güzəran günlərimizi əvvəl necə yaşamışıq, gözəl günlər yaşamışıq, yenidən o günlərə qayıdırıq. Bugünkü gündə şükür öz torpağımıza rahat, sağlam qayıdırıq gedib yaşamağa, əbədi yaşamağa. Biraz həyəcanlıyıq. Bugünü çox arzulamışıq. Allah prezidentimizə can sağlığı versin. Şükür ki gedirik. Gedib öz doğma torpağımıza çıxırıq. Şükür. Prezidentimizə yenə də Allah can sağlığı versin. Bütün şəhidlərə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin.